geyir. Ne keseyen çemende bu, Allah canım vətende bu. Ne keseyen çemende bu, Allah canım vətende bu. Yar pahbaşa yer bu dağa, bu dağ eğilir torpağa. Elə həmən de bu, Allah canım vətəndi bu. Dağ çayları dənir gələ, gel kənarayı batır gəyə. Necə sevən, sevən de bu, Allah canım vətəndi bu. Dağ çayları dənir gələ, gel kənarayı batır gəyə. Necə sevən, sevən de bu, Allah canım vətəndi bu. Kuşlar veribdir ses sese, haberim yok parmak keser. Dert budağım kesen de bu, Allah canım vətən de bu. Dert budağım kesen de bu, Allah canım vətən de bu. Yar pahbaşa yer bu dağa, bu dağ eğilir torpağa. Elə həmən de bu, Allah canım vətəndi bu. Dağ çayları dənir gələ, gel kənarayı batır gəyə. Necə sevən, sevən de bu, Allah canım vətəndi bu. Dağ çayları dənir gələ, gel kənarayı batır gəyə. Necə sevən, sevən de bu, Allah canım vətəndi bu. Dağ çayları dönür gölə, göl kənarı batır gülə. Necə sevən, sevən de bu, Allah canım vətəndi bu. Teşekkür edirik. Hoş gördük sizi Tərənə xanım. Çok sağ olun, Necəsiz? hoş gününüze geldim. Çok sağ olun. Sevinə sevinə gelmişim. Çok Bizi sağ çok olun. sevindirdik. Teşekkürünüz. Minnətdaram gəldiyinizə görə. Buyurun əyləşin. Gəlin. Hoş gördük sizi. Çok sağ olun. Elə mənim yerimdə əyləşin. Çox uzağa getməyək. Niye? Və Belə yaxşı. çünki daha ifalar olacaq, həm söhbət olacağım sizinlə. Alim sizi də salamlayıram bir daha. Xoş gördük uşaqlar sizi. Minnətdaram siz də gəldiyinizə görə. Gözəl müşayiət eləyəcək sizi irəlilən dəqiqələrdə sənətkarlarımızı. Necəsiz Tərənə xanım? Çok sağ olun. Yaxşıyam, sağ olun. Niyə biz sizin üçün bu qədər darıxırıq? Səbəb nədir? Sağ olun, çok sağ olun. Həqiqətən də bu belədir. Ki, 4 illəri sənətkarıdır. Mən özüm hələ məktəbli idim. Tərənə xanım çox məşhur idi. Bəli. Və inanın ki, o qədər sevirdilər ki Tərənə xanımı. Bütün doğulan qızlara onun adı verilirdi. Belə bir sir var, onu da mən açdım. Və mən həmişə Tərənə xanımla verilişlərə gəlməyə məmnunam. Əslinə qalsa çox vaxtı deyir, yox mən gəlmirəm, mən onu zorla evdən çıxardıram. Deyirəm, sən gəlməlisən. Bizim ruhumuz, bizim necə deyim, düşüncəmiz eynidir. Yəni insanın ruhu ruhuna yaxın olanda daha yaxşı olur. Amma musiqidən kənar da bir dünya var. O dünyada olan insanlar da musiqidən bəhrələnir. Bəli. Sizlər onlar üçün yaşayırsınız, Əlbəttə. yaradırsınız. Bunu da unutmayın çünki payınız çox böyükdür. Bəli, musiqi ruhi qidadır. Bəli. Bilirsiniz, musiqini kim qavramır, kim başa düşmür, nə bilim, heyf ondan. Varmı elə insan? Mən düşünmürəm.
Mən sizə deyim də, bilirsiniz, musiqi məsəl üçün tutalım ki, 100% musiqi 100% 95% musiqini eşidir. Nədir? Duyumu. 5% qulağında necə problem olanlardan savayı. O 95%-ın 75%-i musiqini həm eşidir, həm duyur. Düzdürmü? Həm hiss edir. Amma biz musiqiçilər, həm biz deməli, həm bəstəkarlar, müğənnilər, ifaçılar, musiqi ifaçıları, hamımız biz musiqini həm eşidirik, həm duyuruq, həm də görürük. İndi təsəvvür eləyin ki, bir varlıq ki, gözə görünmür musiqi, onu biz görürük. Çünki biz görməsək onu ifa edə bilmərik. Bəli. Çünki onun obrazını yaratmaq üçün onu görmək lazımdır. Elə də bəstəkar. Bəstəkar əvvəlcə görür o musiqini, ondan sonra başlayır onu klavişaları tərpədir, başlayır çalmağa və musiqi yaranır. Görməmiş olmaz. Təranə xanım, sizi çox yormaq istəmirəm. Mikrofonu alım, mümkünsə Təranə xanımın səsini yaxasında olan mikrofondan verək. Daha rahat söhbətimizə davam Mən eləyək. istəyirdim, oxuduğum mahnı, ilk dəfə sizdə oxuyuram bu mahnını. Yeni mahnıdır. Çox gözəl. Musiqisi Ruslan Səfəroğlu'nundur. Sözləri gözəl şairəmiz Mahirə Nağı qızınındır. Mən sevə-sevə oxudum bu mahnını. Bilmirəm, vətən haqqındadır. Bilmirəm, sizin xoşunuza gəldimi? Çox. Musiqinin sözlərində də, melodiyasında da hüzur da var, hüzun da var. Bəzən kiməsə ağrı acı verə bilər, bəzi sözləri, kəlmələri. Amma gəlin razılaşaq. Əlbəttə ki, hər bir musiqiçi, hər bir müğənni, hər bir sənətkar istəyər ki, yeni bəstələr ifa etsin, yeni musiqilər, yeni nəğmələr. Repertuar sizdə o qədər zəngindir. Yəni, o qədər dəyərli mahnılar, nəğmələr var ki, yəni onun üzərinə 10 dənə yeni bəstə gəlsə belə, o əvvəlki ifa olunan mahnıların yerinə heç nə verməz. Və bu mahnının özünün taleyinə də yansıyır. İllər keçdikcə daha da dəyərli olur o mahnılar, o ifalar. Yəni köhnəlmir. Mən o fikirlə razı deyiləm. Bəli. Hər zaman gündəmdədir, hər zaman sevilir. Biz ağıllı mahnılarda, Bəli. ağıllı mahnılar, oradakı düşüncə var, oradakı Sənət var. Qəlb var, ruh var. Sözsüz ki, o mahnılar qalacaq.